Bismillah. Bürclərin 8 uyuna ən düz proqnozu və günün ən şanslı və gərgin bürcləri. 8 iyun üçün bürclərin enerjisi biraz dəyişkən və sürprizlərlə doludur. Bəzi bürclər üçün şans qapıları açılır. Bəziləri isə səbr imtahanından keçəcək. Günün ümumi enerjisi. Bugün emosiyalar və qərarlar arasında balans qurmaq vacibdir. Tələsik addımlar sonradan pişmanlıq yarada bilər. İntuisiya güclüdür. Daxili səsinə qulaq asan uduzmaz. Qoç. Enerjin yüksəkdir, amma aqressiyanı idarə etməlisən. İşdə gözlənilməz dəyişiklik ola bilər. Buğa. Maddi mövzular ön plandadır. Gözləmədiyin yerdən pul xəbəri ala bilərsən. Əkizlər. Ünsiyyət günü. Yeni tanışlıqlar sənə fayda verəcək. Amma sözlərinə diqqət et. Xərçəng. Biraz yorğun və emosional ola bilərsən. Keçmişlə bağlı düşüncələr səni sıxa bilər. Şir. Səhnə sənin. Diqqət mərkəzində olacaqsan. Fürsəti qaçırma. Qız. Detallara çox ilişmə. Bugün axına buraxmaq daha yaxşıdır. Tərəzi. Sevgi və münasibətlərdə qərar günü ola bilər. Ürəyinlə ağlın arasında qalacaqsan. Əqrəb. Gizli məsələlər üzə çıxa bilər. Səbirli ol. Emosional reaksiya vermə. Ox atan. Səyahət və planlarla bağlı sevindirici xəbər ala bilərsən. Oğlaq. İş və məsuliyyətlər ağır gələ bilər. Amma günün sonunda nəticə səni sevindirəcək. Dolça. Yeni ideyalar və ilham gəlir. Yaratmaq üçün əla gündür. Balıq. Hisslərin çox güclüdür. Kiməsə qarşı dərin duyğular üzə çıxa bilər. Günün ən şanslı bürcü Şir. Uğur, diqqət və fürsətlər sənin tərəfindədir. Günün ən gərgin bürcü Xərçəng. Emosional dalğalanmalar səni yoracaq. Özünü qoru. İstəsən sabah üçün də daha fərqli və daha kəsin proqnoz hazırlaya bilərəm.